City, Zırh filialı. Okey. Var ses. Burnumu yer. Tezek telefon almışlar. Bachelor test. Biz Aliye'yi axtarırıq, video çəkirik ki, Aliye də gəl. Gözəl. Göz isteseydin, çok kalın vererdin gözümü senden. Sevdirebilmedim özümü sen, çok kalın vererdin. Video çəkirəm. Hara getdiniz? Arkaya gedək. Çek. Çek. Rehle görünmüyor. Sağ olun. Rayla kod yiyelim. Ali yerdəsən. Gəl yanıma. Damızlıklar. Qadınlar bez problemdir. Hara istəyirsiniz aparım. Onda üçün rolda hara gedir? Boğadan çıxdıq, Elhamla gedirik. Yəni bizim rutinimizin əsla dəyişməməyi. Sen oynayamazsın. Ama değil. Niye böyle bu kadar Ankara giyinir? Çok eğlenirim. Andolsun. Neyse bu kadar. Neyse elim dondu. Bay bay. Are you okay? Yeah, I got my girls. Nermin'e Veysel. Ha, dene. Salam. Neyse ki Məhəmmədə fil almış. Bu en yakında. Ama axır. Günlerin bir günü yine Fəhmi mənim üçün sinema bağlatdırıb. Hello. Bak. Ben de bayılırım dinlendiğinde öyle. Kamera açılanda böyle olur. Hamı burada diye çekilir. Alnından öpəcəkdim. Sen işlesen de ona göre senden iş hakkında danışabilirim. Bizim bütün ciğerlerimiz harap olupsa. Ciyərlərim. Bence bu sadece iş barədə de değil. İş düz dedi. Ne işin var orada? Çantam Temu'dan 5'te var. Fəridə xanım, səni təbrik edirəm bu münasibətlə. Orijinalsın. Daha yaxşı günlər və gələk. Qaleriya və gələcəyək. Heç nə, uğurların bol olsun, biz də baxaq sevinək. Salam Rəhlic. Salam, videoda. Ha, salam, xoş gəlmişsən xanım mən. Sərgimə, mən.
Evet, rehber sergisi. Sərgimiz var. Əsərimizi göstərmək istəyirsən. 4 dərsə çəkdiyim rəsmimdir. Bunu 4 dərs. Xahiş edirəm, ona görə yargılayırız. Çox gözəl. Diyecəklərim bu kadar. Çox gözəl. Deyirəm, full hamısı sənin olan bir sərgiyə də gələrəm. Hədəfimiz yeni hədəf. Evet. Bu rəsmdə Bu rəsmdə əslində yeni başlamışam və rəsm çəkməyə başlayaraq daxili dünyamda başlanğıcı təmsil edir. Həm də yaradılış vibe var. Daha ne diyebilirim? Böyle. Böyleli. Oh, hamımız da görüşmüşük bura. Uşaqlar, məncə mən də burada belə durum, saçma baxsın. Galeri çıkışındaki sanat sepet tayfa. Gör hara qədər getdi. Bence sana da pis kalmadı ya. Geçen yaz gibi. Bence aileye böyle bir müsbet. Ne bomba görünür ama bunlar Zeynep sen de ya. Zeynep merhaba. ya. Hakikaten Sen de ben yaraştı. Bence ben aşkı yaraşmır uşaqlar genel. Bence sana büyük. Yok. Onu çek. Sen hep böyle dolu. 90 euro. Yəni elə. Ay Allah her şey. Birdən məndən çıxsan deyirlər. Şey var idi. Gözlərim. Mesela yeni Meryem. Hə, bax indi onları qabağa gör ikisini bir yerdə atma. Hep bu budur. Hə, görsən Allah. Yıxılma sən al. Çox səhvdir. Benim Mən də bayağı götürmüşəm. Mən də bayağı Mənim sıram. çalışdım. Yine kulağımı çek. Ha. Dovşan çikolata da bunu şeyə lulpa sal. Ne demek? Hele ki maksimum budur. Ama ben buna da güç veririm. Eğer bu yazlıkta bundan daha çok eziyet çekir. Bərabər qoy. Ver. Pro. Bu biraz Ya da başa da. Kola görə şey diye bu. Boyumuz Şuraya. Sen Ömer. Tecrübe sahibidir. Ne oğlanlarım var ha, bunda tecrübe sahibi olmakta tecrübemlerim. Hamısı 100% bir defa futbolda ayaklarını kırıplar. Ben bildiğin orospusu olmuşum. Yapmadın sanki. Ha, helal. Ola gözünü Yok bizim genel yanılma. Meş geliyor. Gerçekten ayağım kırılacağım için. İndi kıracağım. Cəmaatın vicdanı ilə. Səni yol verir. Gagaş pis olur. Markete sigaret almaya getireceksin ki. Senden Can Bala Troll videom var idi məndə yadında. Nəsə köpkə vardı başımda. Hə. Acımışım, nə yiyeyim? Yaxşı ki sigaret almağı unutma. Bunu niye yemirsən? Saat şu vardı. Artık şey tecrübeli. Ne demem oldu? İyi. Şey ben o modeli var. Böyle şeyde. Bir şey değil.
Sanki kimsə yumruq vurubdu deyəsən, qəribə olur bu. Canım sərsər bu. Demə. Bura bax, mənə bax. Bazar günü. Neynə şokolada doymuyor. Həqiqətən elə yoxlar. Bir də meyvələr də var. Baha qoydular, məsələn, non zakazından 20-yə 21-ə gətirdilər. Mən istəyirəm bunu satım. Hə. Fonda da bu mahnı çox əla. Əlimin sürətini çək. Çok hızlı, çok seri. Görünmüyor. Elim ayağım görünmüyor. Çok seri. Ama bazen bakmadan şey diyebilirim, toplayabilirim. Baxın. O neydi? Bu yeni ildən nə gözləyirsən? Sen de bu yeni ilden de çok Sen koyardım. yaxşı iş. Mənə də qatora yaxşı işə bilənə. Moto diyecektim moto. Evet motonun dostlarım ad gününde hallediyor. Motonun dostları ad gününde. Mən oğlum, sən normal iş, amma dekabra qədər xahiş edirəm. Bir həftə yazadan. Bərabər kullanırıq. Xoşbəxtlik, çoxlu pul, sağlam bədən, hamıya can sağlığı, canım dostlarım. Pul, maaş, maaş, maaş. Özümə istəyirəm. Siz pis olsanız mən bədbəxt oldum. Allah istəyir. Siz nə istəyirəm mən? Kime diyor? Ben çoklu pul ayrı Sən də söhbət. sağlamsan, çoxlu pul qazanırsan. Gələn il təsəvvür Mən onlar o yerinə deyəm. Sevir mənə. Ağşəhərdə bir dənə double level. Bir alaq sana ya. Mən dedim siz də olun. Mən təkliyi Sən də nə? Ben diyesen 2000 benim maşın aldım. Sen Bol bol içki, su. Yəni, Vesla. Bu kadar. Mən deyim. Okey, online bir iş, çoxlu pul və Almanya. Və sağlamlıq. Bu kadar. Hiç gerek yok. Düzələr. Oluyor masa. Şuna koyacak yer kalmadı. Sən onda? Bunu da verelim. Lazım mı sana? Ha öyle olar, öyle de olar. Çok sağ ol. nə istəyirsiniz istəyin. Ne diyor? Almanya. Pul da Rasist. dönə. Çox. Boş verin, boş O gedəndən sonra düzələcək. O Gedənə olacaq. kimin də çox. Hə, orada biraz pul yığsaq getsəz oralar. Her şeyi boş vermek. Qardaşım, belə səhv başa düşmə, dilənçi deyirəm, Allah haqqı varsa bir 5 manat, inan Allaha, vallahi ehtiyacım var Qurana. Manifestlə. Allah bir. Boş vermek. Bilmirəm. Çoxlu pul, pul yaxşı deyil. iş. Hə? Çoxlu pul, yaxşı iş. Sağlamlıq, Aha. idman, düzənli idman. A, ingilis dili. İngilis dilini öyrənim də, xahiş edirəm, artıq ingilis dilini öyrənim. Aha, çoxlu pul. Çoxlu da pul olsun da. Təzə ev, bizim təzə evə köçəcəyik biz. Təzə öyle yazmaq ev, düşürüyor. qəşəng təzə ev. Aha. Təzə ev, idman, ingilis dili. Təbdəmandan içsin. İçinsin. Ne diyorsun? Hayır. Leyla ile tiyatrodan çıkmışık. Anlat. Çox gözəl idi, çox qəşəng idi. Belə ancaq ara-ara durursan, çox qəşəng divan olursan. Elə bir teatr idi. Bu qədər. Elə bir Sən də tamaşa. şəhərlərimi alım.
Sən nə düşünürsən? Ürəyim getdi. Çox uzun müddətdir gəlmirdik. Doğrudan çoxdan mı gəlmirdi? Bir də şey oldu. Axırca belə sənlə gəlmişdim. Hə, keçən dəfə Onda da operaya getmiş, baletə getmişdik. Baletə getmiş. Belə heyf, biz hər gün opera, balet ancaq. Teatr badim, kültürel badim rəhlədir. Ondan gəzirik kənarda. Və çoxdan da getmirmişik. Sırada beynimizdə əgər vaxt eləsək çox şey var. Bax, sənsilə getəcəz. Ah, bu sevda yoluna getəcəz. Sonra önümüzdə nə çıxsa ona da gedəcəyik. Amma bir bakalım öncə nə yapmaq gerek? Getməyə başlamaq lazımdır. İndi Başladıq deyə başladıq. Əşrəf sağ olsun. Əşrəfə çox Əşrəf. təşəkkür edirik həqiqətən. Düzdür, mən Yenə də. inin sonuna doğru kimisə hədiyyə verdik. Biz bu kadar ayrıntı yeter. Bye. Sağ ol. Salam. Arasan Aliye. Görmürəm. Düşürsən, hə düşürsən. Güneşten düşmürəm mən. Nə acabsa bugün güneş. Dirik. Üçüncü geleneksel 3 oldu ha? Yoksa 2? Ha? 3 oldu, 4 oldu. Ya 3 ya 4. geleneksel. Şey, radyo şeylerinde olur, danışanlar zaman. Arka fonda Yeni il görüşümüze, yeni il date'imize gelirik Aliye ilə. Rəhilə də yoldadır gəlir, yanımızdan keçib hətta. Böyle. Ben bugün bu videoları da əlavə edib, sonra YouTube'da paylaşmağı düşünürəm. Eləməmişəm tənbəllik, Instagram üçün də nəysə şey eləmişəm. Bakalım. Öyle. Gözümüzün yerde sorgulanması. Değil mi? Salam Rəhlə. Salam. Bugün ayın 31-idir. Dekabrın. Bəli. Biz yenə səhər görüşmüşük. Yeniləşdik, hədiyyələşdik. Təbrikləşəcəyik. İndi kofe içəndə həm də təbrikləşəcəyik. Yeni il şeylərimizi bölüşəcəyik. Biraz keçən ildən danışdıq. Radio. Keçən ildən danışdıq. İndi də gələn ildə olan şeylərimizdən danışarıq. Biraz da qeybət qırarıq. Neyiniyək bu qədər? Biz qeybət. Biz özümüzü, başqalarından danışmırıq. Keçən il yaşadıklarımızı danışarıq diye düşünmekteyim. Nələr yaşadıq? Neler yaşadık? Çatdı. Üst eləyir. Harada istəsən də. Üst eləyir. 360. İstədin, hadi ya. Kafamın içinde böyle. Buradılar. Soruşarlar, mən amatör şey çəkəsim gəldi. Klip çəkəsim gəldi. Bu videoya düşmək. Şeydə 2025-də əslində hər şey yaxşı idi. Yəni bayaq da dedim, yamalaq yumalaq da olsa verdi, sağ olsun. Maşının adı yadımdan Fiat 500X istəmişdim, amma Mini Cooper oldu. Pis deyil, yəni o da ona da şükür. Yəni Range Rover da ola bilərdi. Amma indi bunun qismət oldu da, bunu istənmiş oldu. Öyle olar, kader olaraktan böyle oldu. Kader olaraktan hər şey güzeldir. Nə bilim, belə Elevin üçün bəzi şeylər istəmişdim özüm üçün. Demək olar ki, hamısı oldu. Nə manifestləmişdimsə hamısı oldu. Yaxşıdır hər şey. Xoşladım 25-i. Sonsuza qədər yaşamaq istəmərəm 25-i, amma xoşladım. Gözəl idi, təşəkkür edirəm. 26 daha da yaxşı olsun, amin. Saçlarına bir dənə. Çok da saçım uzanıbdır. Yəni əvvəl istəyirdim saçım uzalsın, amma o qədər uzanıbdır ki, kəstirmək istəyirəm uzunluğundan, öyle bir yıl. Hə, mən də həqiqətən Aliyə demiş, yəni elə bir nə istəmişəmsə veribdi, hə. Amma məsələn vermədiklərini düşünürəm ki, yəni əsla burada Universal səhvi yoxdur da. Yəqin mən düz istəməmişəm. Ona görə düşünürəm növbəti ildə onları da həll edərik, aramızda heç bir problem qalmaz. Amma genel olaraq məncə də yəni 2025-i yaxşı dəyərləndirirəm. Daha az göz yaşının, kanın olduğu bir il idi. Həqiqətən mənim üçün daha az ağlamaqlı bir il idi. Ümumiyyətlə belə idi məncə. Həqiqətən bütün ağlamaqlarım elə bir 2024-də nə ağladım. 25-də daha az. Ara 6 aydan bir özümü update edirdim.
Ona görə yaxşı idi yəqin. Belə düşünürəm. Fikrimi yayınırım. Dolağım yayınırım. Sonra neysə ki 2025 pis deyildi, yaxşı idi. Həqiqətən əyləndim, dedim, güldüm. Yəni dostlarımla çoxlu qəşəng vaxtlar keçirdim. Bilmirəm, genel olaraq belə yaxşı dəyərləndirirəm. 2026-dan da gözləntim daha çoxdur. Yəni biraz özünü yaxşı aparsın. Daha çoxunu eləsin. İndi bunlara çatdıq, birazını da üstünə qoya-qoya getdiyimiz gözəl bir il olsun. Yəni nə deyə bilərəm? Yaxşı gəl. Deməli 2025 mənim üçün biraz çətin bir il idi. Ona görə ancaq özümə təşəkkür yox, amma özümə təşəkkür etmək istəyirəm. Amma thanks me. Birinci özümə təşəkkür etmək istəyirəm. Səbr elədiyim anlar üçün, səbr eləməyi daha çox öyrənə bildiyim üçün. Sonra mən normalda qeyri-müəyyənliklərdən heç xoşum gəlmir. Yenə də gəlmir, amma biraz dözməyi öyrəndim məncə bu ildə. Məncə bu il bayağı bir şey öyrətdi mənə. Bu baxımdan da bu ilə təşəkkür edirəm. Və bu şeyi də gördüm məsələn. İnsan bir sürü şeydə sınana bilir, amma ətrafındakı insanların orada görmək həqiqətən, onları yanında hiss eləmək çox böyük bir şeydir. Mən bunu həqiqətən sonuna qədər hiss elədiyim bir il idi. Ona görə mən dostlarıma da çox təşəkkür edirəm. Ailəmizə, dostlarıma falan çox təşəkkür edirəm. Həqiqətən onu həqiqətən gördüyüm ki, məsələn, sadəcə yaxşı gün deyil, pis gündə də çox inanılmaz bir dəstək göstərdilər. Psixologiyamın normal qalmalı onlara da borcluyam bu nöqtədə. Və bu qədər sevgi dolu, bu qədər dəstəkləyici dostlarımız olduğu üçün, ətrafımız olduğu üçün, iş ortamı olduğu üçün də çox xoşbəxtəm, onlara da minnətdaram. Növbəti ildə də bu il başladığım, davam elətdirə bilmədiyim ya da elətdirmək istədiyim ya da gələn ildə olmağını istədiyim şeylərin artıq olmağını, olmuş olmağını istəyirəm. Nə oldu? Bu qədər. Peki, valla bir de